Dəyərli izləyicilər, hamını salamlayıram. Budur növbəti video və növbətin videonun qəhrəmanı olacaq belə bir üz qırxan. Bu günləri Orxan abi ilə görüşdüm yenə də və həmişəki kimi Orxan abi bizim bu YouTube kanalının inkişafına daimi müdaxilələr eləyir ki, inkişaf etsin. Belə bir üz qırxan verib, Gilletdir. Gillet deməli müəssisəyə aid. Deyilənlərə görə, bilmirəm, mən Google'da baxdım. Gördüyünüz kimi burada Gillet yazılıb, trademark Gillet yox, trade Gillet mark. Siz görə biləcəksiniz bu yazıları. Bayaqdan 2 saatdır bunu baxıram, görək burada nə yazılıb. Axır güclə trade sözü gördüm, sonra Gillet görsənir. Bu nədir? Yəni az qala lupadan baxım, axır ki gördüm ki trademark deməkdir. Yəni trademark Gillet. Made in USA. Budur, bu plastik bu haqq hesab təzə qoyulub, yəni həm nərəfədə bu üz qırxanla bir yerdə satılan bir şey deyildi. Yoldaşlar, satan adam deyib ki, məhz bu model təsadüf edib, yəni bunun buraxılışı, manufakturası, yəni ki, düzəlmə tarixi təsadüf edir 1920-ci ildən 1929-a qədər. Amma mən həmən bu üz qırxanı, bu model deməli old type gedir. Gillet old type razor. Google'a vurun, mən şəkil gördüm, bir nəfər deməli satışa qoyub 1918-ci il yazıb. Bilmirəm. Birinin misal üçün eyni ilə belə bir üz qırxan var, 1900 nə bilim neçənci il idi, 50-ci il. Qalmışam belə. Bunu yayın Orxan abi özü saxlayıb burada ki, qorusun. Bu üz qırxanın iç hissələri budur. Yoldaşlar, indiki CNC tezgahlarda hazırlanan bu üz qırxanlarla nə fərqi var? Misal üçün olsun 1930-cu il var. Budur. Bümücü materialdandır, bronzdandır. Çox güman ki, latun adlandırırıq biz buna. Gillet. Made in USA. Qulpu isə sapı, özəl bir sapı var, amma deməli vaxt öz sözünü deyib. Burada eroziyaya məruz qalmaq haqda hiss olunur. Görürsünüz, misləndi. Çox güman ki, görürsünüz, çat verib nədirsə. Buradan da çat verib. Çalışaram öz sapını, əgər üz qırxmağa icazə versələr, bu sapdan istifadə etməyim. Yeni saplardan hansısa birini götürün. Yadınızdadırsa, Razorok'un belə sapları var idi. Aşağısı UFO adlı. Həmin UFO 1920-ci ilin dizaynı imiş. Yəni hər nə təzədirsə o yaxçı yaddan çıxmış, keçmişdir. Belə bir söz var. Budur. Sapı. Çox maraqlı bir, tarixi bir üz qırxan. Gəlin buna biz miniyək, diyə yerləşdirək. Diyələrdə. Avtofokuslanma olmalıdır. Bilmirəm, nədənsə bu avtofokus işləmir, yəni nə məsələdirsə bir tiyəsi. Bunları Allah bilir, neçənci dəfə mən açıb yerləşdirirəm, o bu təzə gələn hansısa üz qırxanlar. Bunları, bu biklərdən biraz ehtiyat edirəm. Çoxlu çapıq sallar. Əsas məqam, siz də görürsünüz, mən də görürəm, düzdür. Bir sekund mən möhkəm saxlayayım. Bu qədər oynamaq var.
bilmirəm nə dərəcədə okey deyil, amma mənə elə gəlir ki, bunlar heç bir təsir etmirlər tıraşa. Belə edək. Öz sapını bağlayaq. Bağlayaq, baxaq görək necə göstərəcək. Çox ehtiyatla. Arada qorxuram ki, mən buradan yox, buradan sıxıram. Bu tərəfdən hər timlərə baxanda eyni qədər çıxıb. Burada da həmçinin, yəni ki, tiyə ideal oturub öz yerində, yerini qəşəng tutub. Ulaqlar kifayət qədər çöldədirlər. Baxın, belə bir retro haqqı hesab alındı bizdə. Deməli, bu gün görüşdə biz Orxan abi ilə görüşəndə başqa bir aksesuarlar da verildi onun tərəfindən. Bunu qoyaq qırağa belə. Hələ ki, o bir aksesuarlara da baxaq. Deməli, nə idi? Belə Brut adlı aftershave-dir. Long lasting fragrance. Bayaq onu. Splash. Şapalaq. Deməli, Brut for men of xarakter, yəni. Mənə maraqlıdır. ...1964-cü ildən fəaliyyət gördülər. Bu Brut müəssisəsi 103 milli. Amma şəkillərdə satışda elə qoyurlar ki, bu qablaşdırmaya baxanda adam elə düşünür ki, hardasa 1 litrdir bunun içində. Sən demə, cəmi 103 milliymiş. Məndə bir Brut var. Bunların arasında sanki bu qoxuya görə heç bir fərqi yoxdur. Musk qoxusu var. Mən hələ ona baxırdım ki, görək burada bunun qoxusu nədir? Amma buradan heç nəyi oxuyanmadı. Yox. Alkohol olmağı burada göstərilir. Parfüm de fragrance. Meksikada deməli istehsaldır. Brut aftershave budur. Bunu qoyaq bir qırağa. Növbəti yenilik, hansı ki, yenə də Orxan abi bizə təqdim elədi. Aftershave Skin Conditioner. Aftershave-dir. Aftadır adı. Çox by Men Fresh. 89 milli. Onun qoxusuna baxaq. Özəl qoxusu var yoldaşlar, klassik. Nə baba? Sanki nəysə çox tanış bir qoxudur. Onu xatırladı mənə. Amma yadıma düşmür. Nə qoxusudursa. Budur. Bu iki. Bir də ki, belə bir sabun verib, heç qutusu açılmayıb. Deyir ki, bundan birini mən çalışdım açım, sonra düşündüm ki, bəs gözləyim. Video çəkiliş edəndə qırağından dartıb açaram. Göstərdi ki, buradan dartıb açılır. 125 qramdır. Wilkinson sabunlardır. Göy qablaşma var, bir də bu qara. Göyü o qədər tərifləmirlər. Hələ mənim də gözüm düşmüşdü ki, haçansa bu qara Wilkinsonu alaram. Amma bir məqam var bu Wilkinson Sportda. Çox istəyərdim bunun aftershave-i də əldə edim. Çox təəssüflər olsun, hələ ki təkcə sabundur. Bu sabundur yoldaşlar. İnternet marketplace-lərdə rastınıza gələ bilər. Hardan əldə edib bunu
mən dəqiq deyə bilmərəm. Bizim çox hörmətli Orxan abi, onu deyə bilərəm ki, əgər Google yəni ki vursanız ki Wilkinson Sword Shaving Soap misal üçün qarşınıza çıxmalıdır ən azından. Cəmi 2 cürədir. Mən bildiyim qədər bir qara, bir göy rəngində həmin bu qablaşmada, bu formadadır. Şəkildə balaca bir şey kimi görsənir, yəni ki, balaca bir qablaşma kimi, amma əslində yəni kifayət qədər böyükdür, əlinin içində görünmə boyda. Deməli açırıq. Mənə çox maraqlıdır. Zahir görünüşü nədir, necə görsənir, mən necə eləyim, atım geçsin. Açdım. Aha. Deməli, bu yapışqan kağızı ətrafından çıxardan kimi qoxusu da bürüdü aləmi. Çox qəşəng qoxusu var yoldaşlar. Vay yapın. Biraz bərkdir. Ah. İcazə verin. Çox qəşəng qoxusu var. Çox qəşəng, çox xoşuma gəldi, bəyəndim. Qoxusuna söz yox. Görək bu kağızda nə yazılmışdı qoxu haqqında. Çıxartdım, getdi. Hansı dil bilirsiniz? Shaving, okey. The shaving soap helps. Yox. Qoxu haqqında bir şey. Classic shave. Recycled material in packing shaving soap. Yox, qoxu haqqında elə bir şey yoxdur. Görək orada nədir? Aha. İngredientlərdir. Ayrı heç nə. Heç nə. Qoxusu çox belə tanış gələn bir qoxudur. Yenə də sanki mən çox qəşəng. Super bir qoxu var. Yoldaşlar, xoşuma gəldi. Mütləq istifadə edəcəyəm. Bilmirəm hansı tirajda, hansı zamanda. Bunlar hamısı deməli Orxan abidən bizə deməli test üçün göndərilən əşyalardır. Aksesuarlardır daha doğrusu. Bircə bu sabunu hədiyyə etdirdi. Götür özünə. Çox sağ olsun. Payı artıq olsun. Nə deyək? 140-la bilmirəm. Vallahi ki adamın əli gəlmir. Retro bir haqqı satdır. Mən bu ilə tıraş olunması üçün mən bunu dezinfeksiya etməliyəm. Bilmirəm necə olacaq o dezinfeksiya sürəti. Məsləhətləşərəm. Bəlkə heç qırxmadım üzümü, baxmayın. Bunu ancaq dolabda saxlamaq üçün bir üz qırxandır. Bunu hissələrə bölək. Yoldaşlar, niyə görə çıxardıram? Mən bunları indi qoyacağım qırağa. Burada bir dənə də bir üz qırxan var, onu da nümayiş etmək istəyirdim. Bunu mən bizim bu Facebook'da auksiondan almışdım. Auksion necə deyir? Azərbaycanca. Hərrac. Budur. Mənim iş yoldaşım bir də gördüm gecə vaxtı atıb mənə deməli linkini. Burada güzgüdür. Belə balaca fırçadır. Yəni çox balaca xırda bir fırçadır. Baxın nə boydadır. Çox xırda. Bu heç bu tiyələri mən yerləşdirmişəm. O dağıldı. Derbi usta tiyələrdir. Yəni ki çox güman ki bu qablaşdırma sabun üçün idi və bunun içində sabun var idi, amma indi yoxdur. Burada deməli diş fırça üçün qab var. Ya da bu yəqin bilmirəm nə üçün daxil, yəni belə bir qab da var. Belə deyim, ha. Və ən əsası deməli bu üz qırxandır. Çexiyanın məhsuludur. Bilmirəm neçənci illərə təsadüf edir, amma bu haqq hesabda retro bir haqq hesabdır. Hardasa 20 manatda dayandı bunun qiyməti. Mən 20 manata bunu bu belə deyək, qablaşmanı aldım. Bu fırça ilə haqq hesablanır, amma əsas deməli səbəbkar olmuşdu məhz bu üz qırxan və altdakı tiyələr yoldaşlar.
Ən maraqlısı tiyələrdir. Astra tiyələr, bunlar da Çexiyanındır. Bunları qıymıram, saxlamışam burada, istifadə etmirəm. Düşdü. Baxın. Çox gözəl tiyələrə hələ baxarıq. Mən üzqırxanı göstərdim. Üzqırxanın adı deməli nə oldu? Saluna adlı üzqırxandır. Google-da yəni ki, axtarışa versəz Saluna Razor, yəni çıxacaq ki, Çexiyanındır. Məhz bu dizaynda olan da var, satışda var və orada məlumat bölməsində görə bilərsiniz ki, bəs Çexiya məxsusdur. Həm bu tiyələr dəqiq bilirəm ki, Çexiyandır. Sonralar artıq Dr. Gambles şirkəti əldə edib bu şirkəti, Astra tiyələri deməli buraxan müəssisəni və Sankt-Peterburqda uzun müddət buraxılırdı bu tiyələr, Astra tiyələr. İki cürəsi var, bir yaşıl, bir göy rəngində qutularda. Bir gün Astralar haqqında ayrıca həm bu retro qutunu, həm təzə qutulardan ikisini nümayiş edəcəm. Üçünü bir yerdə ayrı video çəkərəm, sağlıq olsun. Burada bir yazı var. Mən bunu görmək istəyirəm. Burada deyəsən nə yazılıb deyə burada görürsünüz. Onu belə etmək lazımdır. Bunu çıxardaq. Avtofokuslaşma heç nə, sıfır. Yox, heç nə görsən. Heç nə görsən də çox təəssüflər olsun. Burada heç Salona yazısıdır. Amma burada bildiyin nədir? Made in Czechia. Deşidim. İcazə versəz mən ayrıca özüm baxım. Yoldaşlar, keçmiş Çexoslovakiya yazılıb. Made in Çexoslovakiya. Çexoslovakiyanın, hələ Slovakiya ilə Çexiya, yəni bir ölkə kimi olan vaxtlardan olan üzqırxandır. Hiss olunur ki, deməli metallar çox yumşaqdır. Bunu mən əllə də əyə bilərəm, bu dəmir parçanı. Bu deyəsən tökmədir, sink ərinməsinə oxşayır və hiss olunur ki, bu üzqırxan yəni o qədər işlənilməyib ki, belə saz vəziyyətdə qalıb. Deməli, əgər müqayisə etsək, Gillette Old Type adlı bu Gillette'i deməli başlığını filanı, bu sanki görün metalın qalınlığına filanına, CNC tezgahda hazırlanan bu müasir başlıqlara oxşayır. Maşallah. Amma bu belə oyuncaq kimi olan, amma yenə də tarixdir yoldaşlar. Tiyəni yerləşdirək, bayaq ki bizim bu ilk tiyəmizi. Okey. Ən maraqlı məqam. Burada daha çox oynayır deyə, yəni görürsünüz, hər tərəf. Həm belə oynayır, həm belə oynayır. Ümid edək ki, ortasını tutacaq. Bu da sapını yerinə almayaq, necə görsənəcək. İnanmıram ki, bu üzqırxanlar, bu retro üzqırxanlar indiki üzqırxanlar kimi belə komfortlu tıraş versinlər, inanmıram. Burada artıq hiss olunur ki, bu tərəf biraz içəridədir, bu tərəf biraz çöldədir. Eyni ilə söhbət burada da var. Onu necə edə bilərik? Onu biraz, qulpunu biraz boşaldıb, belə yerində qulaqlarından tutub, biraz oyuz-buyuz eləyib çalışmaq lazımdır hər iki tərəfdən. Amma yəni xeyri yoxdur. Onu biz fırladanda artıq yenə də gəlir, necə varsa elə də qalır bir sözlə. Biraz da olsa nəyisə tuzdurmuşuq, inanıram. Yəni ki, belə. Yenə də qulaqlar kifayət qədər çöldədir. Bir dəfə də olsun istifadə etməmişəm, ancaq dolabda saxladım. Bir retro bir
üz qırxan kimi heç fikrim də yoxdur ki, bunu istifadə edim. Çünki düşünürəm ki, elə də komfortlu bir şey olmayacaq. Çox güman ki, çox güman ki. Tiyəmizi qoyaq qırağa. Bunu da təzədən yığaq yerinə. Ataq öz qutusuna. Ha, yoldaşlar, deməli artıq 20 dəqiqə boş-boşuna sizə nəsə göstərirəm. Bilmirəm nə qədər sizə maraqlı oldu. Amma bunlar hamısı tarixdir və mənim kimi bu deməli hobbinin həvəskarı olduğuna görə üz qırxanlar falan. Ona görə mənim üçün bunlar kifayət qədər maraqlı bir mövzudur. Ona görə düşündüm ki, sizinlə bölüşüm. Hə, sağlıq olsun. Təşəkkür edirik bizim çox hörmətli Orxan abiyə. Soruşum ondan icazə versə mən dezinfeksiya edib başlığı, ancaq başlığı sapı yox, sap qalsın, başqa bir sapı taxıb çalışaram bu ilə üz qırxımçılıq etməm. Çox istəyirəm. Test edin. Məncə bu qədər yoldaşlar. Ayrı bir nə kommentiniz, nə sualınız olsa buyurun bizim bu videonun altında nə sualınız varsa orada yaza bilərsiniz. Və yaxud nə təklifiniz, yaxud hər nədirsə yaza bilərsiniz. Sağ olun, gələn görüşlərinədək.